Herkese salam, kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Evin bu vəziyyətdə olmasına fikir vermeyin. Biz buradan bu şeyleri götürdük ve evde bəzi dəyişikliklər eləməyə qərar verdik. Baxın, bura keçirdik bu güzgünü. Şimdi bura gətirib yükü yığmaq üçün kravatı koyacağıq. Yerini sildim. Gətirək qoyaq. Çünkü bu kravatın üstünde olan yükü artık buradan götürmek ve bura köçmek lazımdı. Devamını çekeceğim. Axır ki uzun sürən qışın ardından yaz yay gəldi, biz də keçdik öz otağımıza. Səhv eləmirəmsə, əvvəlki vloglarda da sizə demişdim, soyuq olduğuna görə bizim otaq, biz digər otağa keçmə məcburiyyətində qalmışdıq, çünki hər tərəfdə peçi yandırmaq istəmirik. Odun peçi yandıranlar məni anlayarlar ki, odun peçi çox çirkli, tüstülü, həm də his iyi gələcək bir peçdir. Ona görə otağa iyi düşür. Otaqda olan əşyalara odun peçinin iyi düşür, tüstünün iyi düşür. Biz də istəmirdik ki, bütün otaqlara peç qoyaq. Ona görə biz keçdik o birisi otaqda qalmağa. Artıq peçi yandırmırıq. Əslində axşamlar bəzən yandırırıq, amma gecə yandırmadığımıza görə artıq keçib öz otağımızda qalmağı düşündük ki, vaxtı gəlib. Bu otağa keçməklə bərabər də oğluma yeni kravat alınmalıdır. Hələ almamışıq. Alanda gətirib qoyacağıq inşallah, amma ona yer açmaq lazım idi otaqda. Ona görə bu gördüyünüz güzgülü şkafı, yəni güzgünü və altındakı şeyləri gətirib bura qoymalı olduq. Və yorğan döşəyi də gətirib bu otağa yığdıq. Bura zaldır. Paltarları da ona görə bura yığıram ki, uşaqlar üçün şkaf alınmalıdır. Hal-hazırda paltarları artıq sığışmır balaca şkaflara. İnşallah olaraq yeni bir şkaf alınandan sonra bu paltarları buradan götürüb oraya yığaram. Paltarları yerləşdirəndən sonra da keçdim yorğan döşəyi yerləşdirməyə. Bunların hamısı bizim taxtın üstündə idi. Bizim evimiz qonaq-qaralı evdir. Həmişə gələnimiz, gedənimiz olur. Ona görə yorğan döşəyə də çox ehtiyacımız olur. Bunları gətirib bura yığırıq ki, rahatlıqla qonaq gələndə götürək buradan istifadə edək. Səhər açılandan qaynana gəlin düşdük evin canına. Bunu oradan bura, onu buradan bura gətirdi, apardı. Axır evi bir günə qoyduq. Bu kravatı da köhnə evdən gətirmişdik. Gətirdik ki, bunun üstünə yığaq. Belə kravatın üstündəki yorğan döşəyi. Çünki belə daha səliqəli olar, yerə yurda qoyulmaqdansa elə belə qalsın. Onsuz da orada istifadəsiz qalmış bir kravat idi. Təmizləyəndən sonra gətirib bura qoymaq oldu. Bu kravatın yerində də künc divanı var idi. Yəqin ki, əvvəlki videolardan görmüşdünüz. 2 hissəli bir divan idi. Onun bir hissəsini apardıq mətbəxə qoyduq, bir hissəsini də giriş hissəyə qoyduq çöldə. Çünki heç burada istifadə olunmurdu. Düşündük elə orada yenə üstündə oturarıq, istifadə eləyərik. Burada boş-boşuna qalmağın heç bir mənası yoxdur. Həm də burada sıxlıq yaradacaqdı. Sonra başladım otağın yerini təmizləməyə. Burada uşaqları yatdırmışam. Ona görə toz sorandan istifadə eləmirəm. Çünki toz sorandan istifadə eləyəndə təbii olaraq səs çıxır. Və səs çıxanda da uşaqlar oyanır. Mən də istəmirəm ki, onlar oyansınlar. Nə qədər ki, yatıblar, sakitçilikdir, əlim ayağıma dolaşmırlar. O qədər sürətlə işlərimi görüb qurtarmağa çalışırdım. Burada da mebellərin üstünü sildim, təmizlədim. Sonra da gətirib içlərini dolduracağım. Çünki gətirməmişdən bura içində olan nə var idisə hamısını boşaltmışdım. O birisi otaqda qalmışlar. Buralar belə təmiz görünməyə baxmayın, o birisi otaq köçür hal-hazırda. Siyirmələrin də içərisində bayaq dediyim kimi boşaltmışdım. Çünki bura gətirməmişdən əvvəl maksimum yüngülləşdirməyə çalışdım ki, ikimizin gücü çatsın. Üst hissə də çıxmırmış. Biz elə bilmişik ki, üst hissəsi çıxır, yəni güzgü olan hissəsi mebelin çıxır ayrıdır, aşağısı bir ayrıdır, amma elə deyilmiş. Çətinliklə apardıq, qoyduq, artıq başlamışdıq. Başlayandan sonra adam istəyir ki, işini bitirsin, yarı-yarımçıq qoymasın. Bunların içərisində səliqəli olsa da bir klokun içərisinə boşaltdım ki, sonra bunları belə arxancılıqla sakit-sakit yığarım normal yerinə.
Bu iki dənə stul da yan-yana yerləşmədiyinə görə məcburən üst-üstə qoymalı oldum. Bütün yer yığış işlərini də yekunlaşdırandan sonra bir dənə qaldı yerini silmək. Düzdür, səhər-səhər kravatı qoymamışdan əvvəl silmişdim, amma yenə də bir üstündən keçdim. Gəlin son halını da sizə göstərim. Əssalam, belə bura yığdım yorğan döşəyi. Bunlar burada. İçərisini də yığışdırdım. Baxın belə. Hamısını paltarları səliqə ilə yığdım. Çünki artıq şkafda bunlara yer yoxdur. Əlavə şkaf alınmalı uşaqlar üçün. Mən keçən dəfə sizə göstərdim kitabım. Burada da gündəlik istifadə etdiyim şeyləri yığdım. Belə. Bu şey, baxın bu ortaya qoyulan şey burada şeyin üstündəydi. Divanın qabağındaydı. Onu da oradan götürdüm. İndi keçəcəm, o birisi otağı yığışdıracağım və buradan qutarıb gedirəm. İşığı da söndürək. Sırada bu otaqdır. Burada yerdə şeylər var. Bunları götürəcəm. Uşağın yerini düzəltməliyəm. Buraları düzəltməliyəm. İndi gedib bir dənə çay içəcəm. Ona qədər də zaryatkam azdı. Telefonu qoyum zaryatkaya. Sonra gəlim davam edək. Oğluma bu yataq 1 yaş olanda alınmışdı və artıq 3 yaşı var. Düşünürəm ki, bu yataq onun üçün balacadır. Ona görə yenisi alınmalıdır. Yaxın günlərdə yenisi alınacaq və elə ona görə də orada gördüyünüz boş yeri düzəltmişik ki, yeni kravatı gələndə elə otağın həmin hissəsinə qoyarıq. Boşluq yer düzəltdik ona görə də. Sonra da taxtın üzərini səliqəyə saldım və uşaqların gündəlik paltarlarını qoyduğum şkafı gətirdim, qoydum bura. Oğlum oyandı, ona görə biraz buranı qaça-qaçından elədim. Amma yığışdırdım, paltarlarını gətirdim, yığdım, yerini düzəltdim. Arkadakı səslərə fikir verməyin. Pəncərəni səliqəyə saldım, buraları elədim. Qaldı bir dənə şkafın içi, onu bugün çatdırmıram. Eləməyəcəm, çünki istəyirəm o bir tərəfləri də biraz yığışdırım. Sonra indi keçirəm, baxın oradan qapısı görürəm. İndi keçək, buranı yığışdırım, təmizləyim, silim süpürüm. Ondan sonra bu otağa keçərik. Oğlum da yatıb hazırda böyük, ona görə ora girmirəm, dəymirəm, ora ki yatsın. Beşiyi zada aparım, yığışdıraq. Bu otağı məncə çox da görməmisiniz videolarımda, çünki bu otaqda çox çəkiliş eləməmişəm. Bəlkə lap əvvəlki videolarıma getsəz oralarda görə bilərsiniz, yəni isti vaxtlardakı videolarda görə bilərsiniz. Qış uzunu biz bu otaqda otururduq, ona görə də mən burada çəkiliş eləmirdim. Burada ya uşaq yatırdı, ya ailə üzvlərindən oturan olurdu. Təbii ki, mən də belə olanda çəkiliş aparmırdım. Buranı da qəşəngcə süpürdüm, təmizlədim. Yenə oğlum yatdığına görə toz sorandan istifadə eləmədim. Sonra yerini sildim, xalçasını səliqəyə saldım və buradan da qutardım, çıxdım. Masamda qutardım, yığışdırdım. Belə çox fərqli olmur. Yığışdırdım, yerini sildim, süpürdüm. Buradakı şkafı da götürmüşdüm, onun altını təmizlədim. İndi buradan da çıxırıq, keçirik bura. Buranı təmizləməyə oğlum yatmışdı orada, indi durub artıq buranı təmizləyəcək. Videonun burasına qədər gəlib çatmışkən sizlərdən bir xahiş eləmək istəyirəm. Həmişəki kimi xahişim də ondan ibarətdir ki, əgər videonu bura qədər izləmişsinizsə, videoya bir dənə like atmağı, yəni bəyənməyi və yorum yazmağı unutmayın. Və hələ də kanalıma abunə deyilsinizsə, abunə olsanız məni çox-çox sevindirərsiniz. Hər bir abunə mənim üzümü güldürür, mənə xüsusi böyük bir motivasiya verir. Bilmirəm niyəsə telefon bu hissələri biraz torantılı çəkib. Əslində axşam deyildi, hələ gündüz idi. Gündüz işığı ilə çəkirdim. Otağın da işığını yandırmışdım, amma bəzi hissələr çox torantılı düşür, bəzi hissələr normal düşür. Özüm də başa düşə bilmirəm ki, bu niyə baş verir. O otağı qutarandan sonra keçdim giriş hissəyə, başladım buranı təmizləməyə. Ən birinci iş olaraq da divanın üstünü təmizləmək oldu. Çünki divanın üstündə o qədər peçeniyə, çörək, abur-cubur qırıntısı olur ki, oğlum burada oturur, cizgi filmlərinə, öz sevdiyi şeylərə baxa-baxa elə onlardan yeyir, çox hissəsini də tökür divanın üstünə. Buranı beləcə təmizləməsək, divanın içərisi, yəni pis gündə olar. Hələ yaxşı ki, üstündəki o örtük var, üstlük var. Üstlük olmasa çoxdan bulaşdırmışdı yəqin ki. Artıq uşaqlar oyandığına görə rahatlıqla toz sorandan istifadə eləmək olar. Ona görə mən də veteran toz soranımı götürdüm və başladım işimə.
Yəni buraları toz soranlamağa. Kiçik oğlum da burada mənim yanımdadır. Son zamanlar kəşf elədiyi və eləməyi ən çox sevdiyi şey mən evi toz soranlayanda gedib toz soranı tokdan çıxartmaqdır. O qədər sevinir, o qədər xoşbəxt olur ki, bunu eləməkdən. Yəni mütləq gedib tokdan çıxardır və üzümə baxıb gülür. Toz soranlamaq işini başa çatdırandan sonra da keçdim polları silməyə. Ondan sonra da başladım tozları silməyə, televizorun qabağını təmizlədim biraz, pəncərələrin qarşısının tozunu sildim. Ancaq onları çəkmədim çünki oğlum qoymur bunları çəkməyə. Yəni belə qoymur ki, mən ştativi qoyuram, bəzən gəlir ştativi götürür, bəzən də sadəcə ştativə toxunur və artıq video başqa bir tərəfi çəkməyə başlayır. Mən də bilmirəm, çəkirəm və görürəm sonradan ki, əslində tamamilə başqa bir yeri çəkib və yaxud da çox keyfiyyətsiz kadrlar ortaya çıxıb, artıq bunları editləyib də formaya salmaq mümkün deyil. Ancaq ümumilikdə mən bu videonu editləməyə başlayanda əlimdə düz 191 dəqiqə material var idi. 191 dəqiqədən, yəni 15 dəqiqəyə düşmüşəm. O qədər çox şey kəsmişəm, sürətləndirmişəm ki, öz-özümə fikirləşirəm ki, mən bura baxsam yorularam. Bu qədər material məni yorar. İzləyici olsam, yəni başqa birində mən bu qədər şeyə baxa bilmərəm. Ona görə həmin hissələri silirəm və yaxud da maraqsız gələn şeyləri silirəm. Ona görə belə qısalır, balaca olur. Bəzən balacalıqdan şikayət edirsiniz, videonun qısalığından şikayət edirsiniz. Amma həqiqətən də düşünürəm ki, maraqsız uzun video olmaqdansa qoy elə qısa olsun, amma maraqlı olsun. Yəni əsas odur ki, sıxıcı, yorucu video olmasın. Sonra keçdim mətbəxə. Mətbəxdə də stolun üstünü təmizlədim, sildim. Yemək yeyəndən sonra da həm günortanın qabları qalmışdı, onları yuyub çatdıra bilməmişdim. Dedim elə əsas o birisi otaqları təmizləyim, sonra qabları qaçıraqda da olsa belə yuyacam. Həm axşamın qablarını, həm günortanın qablarını yudum. Qabları yuyandan sonra buraların üstünü təmizlədim. Yenə də yeri toz soranladım, sildim. Onları çəkmədim. Həm yorulmuşdum, həm də bayaq dediyim səbəbdən. Yəni uşaqla iş görmək çətindir. Elə iş görüb onu videoya çəkmək daha çətindir. Və belə mənim işimin xeyli hissəsi artıq qurtardı. Bu yeri də silib süpürdüm. Çəkə bilmədim, uşaqlara görə imkan vermədilər. Buranı təmizlədim, qurtardım, yığışdırdım. Oğlum imkan versə, indi göstərəcəm. Bu otağı göstərmişdim sizə. Dəqiqə işə yandırım. Bu otağı təmizləmişdim. İndi beşik qalıb burada. Yəni bu da təbii olaraq beşikdir. Çünki uşaq yatır. Bu da bura təmizlənib. Yenə orada bir dənə oyuncaq var. Yəni buraların elə təmiz qalmasını çox da gözləmirəm. Çünki uşaq var, oyuncaqlar gələcək, töküləcək hər yerə. Buraları da göstərmişdim məncə. Belə kamera netləmir. Aha. Burada belə ən qəşəng, ən təmiz yerlərdən biri bura oldu və bir də bura. Onu da açaq. İşığı yandıraq. Buranın işığı niyə belə eləyir bilmirəm. Yəni işıq eləmir daha doğrusu, amma ekranda belə qarma-qarışıq kimi düşür. Burada belə səliqəli oldu. Bir dənə işığı dəyişim. İşıqda da belə göstərir. Hə, işıq normal. İşte burada belə. Orada paltarlar var. Balacalaşan paltarlardır. Onları baxacam, normal vəziyyətdə olanlarını saxlayıb olmayanları atmağa. Belə yerimizdə belə yığmışıq bura. İşıq söndürək, çıxaq. İndi mənim nə işim qaldı? Hamam tualeti təmizləmək. Oraları təmizləməyə artıq çəkməyəcəm. Ona görə videonu burada yekunlaşdırıram. Sizlə sağollaşıram. Bura qədər izlədiyiniz üçün hər birinizə çox-çox təşəkkür edirəm. İnşallah növbəti vloglarımızda yenidən görüşərik.